astı. Kardeş ceyran dayandı. Bülbül kulak astı, ceyran dayandı. Ay Emrah, kartal yere indi sen okuyanda. Kardeş cadar cadar olmuş bir torpaq idim. Leysan səpələndi sen okuyanda. Misir şirin xatirələr qara bağladı. Sızqalar sel oldu, çaylar çağladı. Qağa şəlalə haykırdı, bulaq ağladı. Ay Misir, dəniz ləpələndi sen okuyanda. Şücaət yorulub yatır qəhərdə. Dərddir, düşən gələn axşam səhərdə. Ay Emrah, gözlərim axtardı, tapdı şəhərdə. Doğulduğum kəndi sen okuyanda. Kardeş bu günləri Natiq kardeşimizin həqiqətən nə cürə bir dostları olduğunun məclis bariz nümunəsidir. Bu günləri Azərbaycan xalqının milli musiqisinin ən qədim tarixin süzgəçlərindən süzülüb bugünümüzə kimi gəlib çatan muğamımızın həqiqətən ən gözəl ifaçıları bir Natiq qardaşımın dəvəti ilə burada əyləşiblər. Qarabağımızın giriş qapısı, Bərdəmizin, qədim Bərdəmizin dəyərli ifaçıları, nəinki Bərdəmizin, ümumən Azərbaycanımızın dəyərli muğam ifaçıları Əmrah qardaşım, Misir qardaşım burada əyləşibdir. Mən belə başa düşürəm ki, musiqiçini, xanəndəni ürəyə, qəlbə gətirən sizin alqışlarınızdır. Misir Əmrahı bir gürültülü alqışlayaq. Onlar da ruha gəlsinlər, qəlbə gəlsinlər. Eşq olsun. Misir Əmrah, qədəmləriniz mübarək olsun. Qardaş, gəlin. Hələ oxumaq olsa da bir ürək sözlərinizi, xoş sözlərinizi deyə bilərsiniz. Hər vaxtınız xeyir olsun, hər birinizə salamlayıram. Allah mübarək eləsin, hər zaman bu elə buya gözəl günlərə gələk inşallah. Bizim əziz qardaşımız, gözəl sənətkar Qaçay var olasan, Allah səni qorusun. Hər zaman gözəl günlərdə görüşək inşallah. Çox mübarək. Həmişə bu elə bu obiya xeyir işlərə gələk. Qaçay qardaşım, sən də xoş gəlmişsən bu elə bu obiya. Allah həmişə elimizdə, obamızda xeyir işlər qismət eləsin bizdə. Həmişə gələk, canla başla iştirak eləyək. Çox sağ olun. Sağ ol Misir, hə, qadan alıb. Hə, başınıza dönüm. Ramil, gəl qadan alıb. Sizə qurban olum, elə bərəkət o qoyundadır onun. Bərəkətinə qurban olum.